Bir neçə həftədir ki, təhsil camiəsində ən çox müzakirə olunan məsələ müəllimlərin əmək haqqısının dərs saatına görə yox, iş saatına görə hesablanma məsələsi idi. Elm və Təhsil naziri Emin Əmrulluyevin öz tərəfindən məsələyə düşünürəm ki, aydınlıq gətirildi. Rəsmi açıqlama zamanı biz gördük ki, həqiqətən də müəllimlərin narahatlığına səbəb olacaq detallar demək olar ki, yoxdur. Bu proses birbaşa könüllülük funksiyası üzərindədir. Məsələn, nədən ibarətdir? Nazir Emin Əmrulluyevin özü də bildirdi ki, bu prosesə 09:00-18:00-lıq iş rejiminə yalnız və yalnız sertifikasiyadan uğurlu nəticə göstərən, yüksək bal toplayan müəllimlər cəlb olunacaqlar. Və onlar dərs saatları ilə yanaşı, həmin 8 saatlıq iş zaman dilimində əlavə fəaliyyətlərlə də məşğul olacaqlar. Bu əlavə fəaliyyətlər nədir? Bunlar şagirdlərlə fərdi hazırlıq, valideynlərlə iş, sabahki və yaxud da ki, bugünkü dərslərə hazırlıq prosesi, mövzulara hazırlıq, sosial aktivliyə xidmət edən fəaliyyətinə məşğul olmaq. Və bunlarla necə deyim ki, məşğul olacaq müəllim maaşında təbii ki, əlavələr olacaq deyə düşünürəm və olmalıdır da. Çünki dünya təcrübəsində belədir. Həmin müəllimlərin 8 saatlıq iş rejiminə daxil olmalarına baxmayaraq, onlar yenə də dərs saatı müqabilində dərs deyəcəklər. Necə? Məsələn, deyək X bir müəllim. Məsələn, deyək ki, siz müəllimsiniz, 9-6 rejiminə işə qəbul olunmusunuz. Siz yenə də bu rejim olmamışdan əvvəl 20 saat dərsiniz varsa, yenə onu keçəcəksiniz. Bu iş rejiminin dərs saatına aidiyyatı yoxdur və maaş məsələsi də hesablanmalıdır dərs saatından. İş saatında görülən əlavə işləri isə onlar əlavə maaşı hesablanmalıdır. Dünya təcrübəsində belədir. Müəllimlər yalnız və yalnız işlərinin bir hissəsi olan pedaqoji işin təşkili, yəni qısa el dilində desək, dərsi keçmək işi ilə məşğul olmasınlar. Həmin dərsə hazırlıq etapı var. Həmin dərsdən sonra növbəti dərsə hazırlıq etapı var. Həmin dərsin nəticələrinin təhlili etapı var. Uşaqlarla ayrılıqda iş məsələsi var və s. Və bütün bunlar sistem halında, kompakt halında müəllimin gündəlik iş rejimini təmin etməlidir. Təbii ki, bu da maaş məsələsində mütləq və mütləq öz sözünü deməlidir. Məsələn, şəxsən mən də ondan razı olmaram ki, müəllim əvvəl dərs saatına görə aldığı maaş müqabilini iş saatına görə də alsın.